Kanalizasiya quyusunun qapağının yerindən çıxması sürətli yolda sürücüləri çətin vəziyyətdə qoyub. Gecə saatları olduğundan hətta bəzi sürücülər avtomobillə ağzı açıq quyuya da düşüblər. Hadisə paytaxtın Sabunçu rayonu Böyükşor şosesində baş verib. Hadisə zamanı zərər görən sürücülərdən biri Xəzər Xəbərin WhatsApp qaynar xəttinə müraciət edib. Sürücü Mənsur İsmailov deyir ki, qaranlıqda ağzı açıq lüku görmək mümkün olmayıb. Axşam saatlarında üzü Maşdağa tərəfə gedən yolda kanalizasiya qapağının ağzını açıblar, atıblar yolun içindən. Üstəlik əlavə başqa dəmir sərləri də var idi orada. Qaranlıqda görmədiyimə görə həmin dəmir səs üzərinə çıxmışam və maşının yanı əzilib, təkəri cırılıb. Haradasa 2 saat olardı ki, orada çıxılmaz vəziyyətdə qalmışam. Sürücü onu da əlavə etdi ki, həmin ağzı açıq quyudan tək o yox, digər hərəkət iştirakçıları da zərər çəkiblər. Bir dənə də motosiklet gəldi, motosiklet düşdü yolun içinə, oğlan yıxıldı. Oğlan yolun içindən çıxartmışım. Yəni, həmin hadisədə. Həmin hadisə zamanı oğlan haradasa 1 dəqiqə saat gec getirsək, oğlan maşın vura bilərdi. Maşınımın haradasa bir dənə təkəri 100 manat, krafikası yol qapısında dəlmə, bir də meyvələrim dağılıb içində. Artıq 500 manata yaxın zərər dəyib. Məsələ ilə bağlı iri şəhərlərin birləşmiş su təchizatı xidmətindən bildirildi ki, qeyd olunan ünvanda tullantı su quyusunun qapağında nasazlıq yaranıb. Nəqliyyat vasitələri oradan keçən zaman təzyiq nəticəsində qapaq yerindən çıxıb. Məsələ gecə saatlarında həll edilib. Tullantı su quyusu yeni qapaqla təmin edilərək problem aradan qaldırılıb. Sual yaranır. Belə olduqda sürücüyə dəymiş ziyanı kim ödəməlidir? Hüquqşünaslar deyirlər ki, zərər çəkmişlər məhkəməyə müraciət etməklə dəymiş zərəri aidiyyatı qurumdan tələb edə bilərlər. Ramal Abdullayev, Cabbar Qaryağdoğlu, Xəzər Xəbər.